Və Mingəçevir qrupu, yəni deməzdim ki, tək Mingəçevirdə, Qərb bölgəsində, hətta Bakıda belə artıq öz səsləri ilə, efirdə, yeni mahnıları ilə xalqımıza öz bacarıqlarını göstərirlər. Yenidən qonaq oldu. O da yəni efirə gedən kimi zəhlər çox oldu ki, biz istərdik ki, bu bizim bölgəmizin fəxri qrupu sizin bax belə də qonaq olsun. Mən dedim ki, niyə də olmasın? Bacarıq səsi varsa da, bax belə həmişə bu belə gənclərə qapıların üzünü açıb. Düzümü, Vüsal bəy, dəyərli insan, bədii rəhbər. Təşəkkürümü bildirəm sizlərə Mingəçevir qrupu adından, bütün Mingəçevirlər adından ki, yenidən bizi dəvət elədiniz öz proqramımıza. Bu arada sizlərin Dünya TV-nin əməkdaşlarına, rəhbərliyinə sizlərə təşəkkür edək. Bu günlərim ikinci dəfədir verişinizə qonaq oluruq. Valla hər dəfədə gözəl simalarla, Azərbaycan fəxri simalarla görüşürük. Bu günlərim Pünhan müəllimlə görüşməyimə şad oldum. Güləz xanım, var olun, Bahar xanım. Bizim sənətçi qardaşlarımız, hər birinizə belə deyək, xoşdur ki, bu günlərim sizlərlə bir masa arxasında əyləşmişik. Mingəçevir qrupu da yeni musiqilərlə gəlib, hər birinizə təşəkkür edirik və bir gənc olaraq qarşınızda baş əyirik, hər birinizə. Allah'tımlar geldi, şöyle yandımlar geldi. Allah'tımlar geldi, şöyle yandımlar geldi. O yandan çölge düştü, yine bildim yar geldi. O yandan çölge düştü, yine bildim yar geldi. Gel 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 maralım, Zeyn hanım gel. Ayman gel 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 maralım, Zeyn hanım gel. Gel 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 maralım, Zeyn hanım gel. Ayman gel 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 maralım, Zeyn hanım gel. Gel gel maralım, Zeyn hanım gel. Aman gel gel maralım, Zeyn hanım gel. Gel gel maralım, Zeyn hanım gel. Aman gel maralım, Zeyn hanım gel. Bizim gözəl, dəyərli doğulan